Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimizdə mən sizə sosial öyrənmə nəzəriyyəsinin izahını verəcəm. Ümumiyyətlə, bu nəzəriyyədən nədən söhbət gedir? Bu nəzəriyyənin banisi Albert Bandura olmuşdur. Və Albert Bandura qeyd edir ki, bir insan yeni bacarıqlar, davranışlar əldə edəndə, yeni biliklər əldə edəndə ancaq kitabdan oxumaqla əldə etmir. Yeni bacarıq və davranışların əldə edilməsində sosial mühitin vacibliyini xüsusi olaraq vurğulayırdı. Yəni Bandura deyir ki, sosial insan bir davranış, yeni bir bacarıq əldə etmək istəyirsə, ətrafda olan insanları müşahidə edərək, onların hərəkətlərini təkrar edərək nəyisə öyrənə bilər, nəyisə qazana bilər. Yəni bu nəzəriyyədə kiməsə baxaraq bir şeyi təkrarlamaq, onu kopyalamaq, bir sözlə başqasından görüb götürmək deyə bilərik. Yəni bir insan bir şey ətrafda olan hadisələri, ətrafda olan insanları müşahidə edərək öyrənirsə, yaxşı şeyləri özünə götürürsə, başqalarından onların etdiyi hərəkətləri təkrar edib özünə nümunə kimi götürürsə, sosial öyrənmə nəzəriyyəsinin əsasını təşkil edir. Kiməsə baxaraq bir insanı müşahidə edirsən, onun hərəkətlərini özünə götürürsən. İndi nümunələr üzərində mən sizə başa salacağam. Tutalım ki, uşaqdır, evdə atası görür ki, siqaret çəkir. Artıq həmən uşaq da başlayacaq siqaret çəkməyə, siqaret istəməyə. Çünki atası ona canlı olaraq nümunədir. Rol model oynayır atası. Canlı olaraq onu görür ki, evdə atası siqaret çəkir. Deməli, mən də çəkmək istəyirəm. Atam siqaret çəkir. Və yaxud da evdə təsəvvür edin ki, ata-anası səhərdən axşama kimi telefonla oynayır. Nə vaxt uşaq baxsa, ata-anasının əlində telefon var. Həmən uşaq da artıq telefona meyilli olacaq. İstəyəcək ki, telefonla oynasın. O da oturub səhərdən axşama kimi telefonda iqra oynasın. Yəni artıq valideynləri ona bir növ canlı model olurlar. Müşahidə edir uşaq da evdə ata-anasını, görür ki, səhərdən axşama kimi əllərində telefon var. Ona görə başlayacaq mən də telefon istəyirəm deməyə. Və yaxud da valideynləri səhərdən axşama kimi kitab oxuyursa, indi səhərdən axşama kimi deyirəm də, yəni günün müəyyən vaxtlarında kitab oxuyur, yaxşı işlərə öz vaxtlarını sərf eləyirlər. Həmin evdəki uşaqlar da başlayacaq öz ata-anasını müşahidə edərək onların hərəkətlərini təkrar etməyə. Baxın, bu olur nə? Sosial öyrənmə nəzəriyyəsi. Sosial öyrənmə nəzəriyyəsində indi kitabdakı xırdalıqlara baxaq. Baxın, burada da bir nümunə verib ki, məsələn, velosiped sürməyi necə öyrənmisiniz? Adi velosiped sürməyi siz hər hansı bir kitabdan, hər hansı bir təlimatı oxuyaraq öyrənməmisiniz ki? Evdə bacınız, qardaşınız məsələn sizdən əvvəl velosiped almışdılarsa, onlara baxaraq, onların hərəkətlərini təkrar eləyərək və yaxud da qonşunun uşaqlarına baxaraq, yəni ətrafda olan insanları müşahidə edərək velosiped sürməyi öyrənmisiniz. Bu da olur sosial öyrənmə nəzəriyyəsi. Yəni sosial mühit vasitəsilə bir insan yeni bacarıqlar, yeni davranışlar əldə edir. Ona görə də bu sosial mühitin vacibliyi ön planda tutulur və nəzəriyyə də ona əsasən sosial öyrənmə nəzəriyyəsi adlandırılmışdır. Bu nəzəriyyəyə insanların başqalarının davranışını müşahidə və təqlid etməklə öyrənmənin baş verməsinə əsaslanır. Baxın, bu cümləni yadda saxlayarsınız. Testlərdə qarşınıza çıxar ki, adi bayaq da mən sizə dedim ki, nəzəriyyədə nədən söhbət gedir? Bir şeyi təkrarlamaq, onu kopyalamaq, başqasından görüb götürmək. Yəni əzbərləməsəz də artıq mahiyyətini başa düşdükdən sonra testlərdə bunu rahat şəkildə tapa biləcəksiniz. Testlərdə qarşınıza çıxar ki, aşağıdakı fikirlərdən hansı sosial öyrənmə nəzəriyyəsinə aid deyil və yaxud da hansı fikir sosial öyrənmə nəzəriyyəsinə aiddir. Yəni bu nəzəriyyədə biz dedik ki, insanların başqalarının davranışını müşahidə və təqlid etməklə öyrənmənin baş verməsinə əsaslanır. Yəni ki, İnsanlar yeni bacarıq və davranış öyrənərkən əvvəlcə həmin davranışı və bacarığı sərgiləyən insanı müşahidə edir, onun etdiklərini təqlid edirlər. Yəni bir sözlə bu nəzəriyyədə nədən söhbət gedir? Bir insan yeni bacarıq, yeni biliklər, davranışlar əldə edəndə ancaq kitablardan oxuyaraq onu əldə etmir. Sosial mühit vasitəsilə yoldaşları, dostları, qrup yoldaşları olsun, ailəlisi olsun, müəllimləri olsun, yəni sosial mühit vasitəsilə onlara baxaraq insan yeni davranışlar, bacarıqlar əldə edir. Və yaxud da adi ütü vurmaq olsun. Onu məsələn, texnologiya dərsində ütü vurmaq texnologiyası dərs kimi keçirilir də. Biz onu kitabdan oxumamışdan əvvəl
Ətraf mühitdə müşahidə edərək, evdə anamızı müşahidə edərək, onun hərəkətlərinə baxaraq, məsələn, ondan öyrənirik, düzdür? Bax, bu da sosial öyrənmə nəzəriyyəsidir. Yəni bir şeyi mütləq şərt deyil ki, kitabdan, hər hansı bir təlimatdan oxuyaraq, öz həyatımızda, sosial mühit vasitəsilə, təcrübəmiz vasitəsilə, müşahidə etmək vasitəsilə, ən əsası müşahidə edərək ətrafı və müşahidə etdiyimiz davranışları təqlid etməklə biz öyrənmə edirik, yəni öyrənmə baş verir. Və burada da Albert Bandura deyir ki, uşaqların başqalarından necə öyrəndiyini anlamaq üçün araşdırma aparmışdır. Araşdırmalar göstərir ki, uşaqlar bir-birlərinin hərəkətlərini müşahidə edib kopyalayaraq təqlid edir. Bu proses müşahidə əsaslı öyrənmə adlanır. Elə bayaqdan danışdıqlarımız, yəni ki, başqalarını müşahidə edirsə, bu müşahidə əsaslı öyrənmə adlanır və müşahidə əsaslı öyrənmə də sosial öyrənmə nəzəriyyəsinin əsasını təşkil edir. Yəni kiməsə baxaraq, ətrafda olan, deyir, burada da şəkil göstərilib, atası saqqalını qırxırsa, uşaq da ona baxaraq, atasından nümunə kimi ona baxaraq təkrar eləyir hərəkətləri, müşahidə edərək ətraf aləmi. Və burada da müşahidə əsaslı öyrənmədə həm gücləndirmə, həm mükafatlandırma əsas götürülür. Yəni bir davranış gücləndirilmə və mükafatlandırılma, yaxşı hərəkətdirsə o gücləndirilir, mükafatlandırılır. Əgərləri pis bir davranışdırsa, sonda nəticəsi cəzalanma ilə belə deyim ki, nəticələnir. İndi bunu gücləndirmə nədir, mükafatlandırma nədir, cəzalandırma nədir, başa salacağım nümunə üzərində. Baxın, burada da bir nümunə verilib ki, ailədə kiçik övlad özündən böyük qardaşının dərslərini məsuliyyətlə yerinə yetirdiyinə görə valideynləri tərəfindən mükafatlandırdığını görür. O da qardaşı kimi dərslərinə qarşı məsuliyyətli olmağa çalışacaq. Baxın, görür ki, qardaşı dərslərini yaxşı oxuyur, məsuliyyətlə bütün tapşırıqları yerinə yetirir və bunu görür, müşahidə eləyir də uşaq qardaşını. Valideynləri tərəfindən görür ki, ata-anası artıq onu mükafatlandırır, tərif eləyir və balaca qardaşı düşünür ki, deməli mən də dərslərimə qarşı məsuliyyətli olum, məni də tərifləyəcəklər. Artıq görürsüz, müşahidə əsaslı öyrənmə modeli buradan gəlir. Yəni müşahidə edir qardaşını, o prosesi, evdəki prosesi müşahidə edir, görür ki, özündən böyük qardaşı tapşırıqları vaxtında yerinə yetirir və ata-anası da onu tərifləyir, hər hansı bir mükafatlandırma edir də onu və özlüyündə düşünür ki, mən də məsuliyyətli olsam, dərslərimi vaxtında yerinə yetirsəm, məni də tərifləyərlər. Bu olur mükafatlandırma. Bəzi cəzalandırma olanda necə olur? Bu artıq əksinə olur. Əgərləri qardaşının məsuliyyətsizliyinə görə cəzalandığını, həyata buraxılmadığını görən uşaq davranışlarında məsuliyyətli olmağa çalışacaq. Baxın, bunun əsası bu təşkil edir. Burada görürsüz, əksinə də olsa, görürsüz ki, qardaşı burada məsuliyyətsizlik eləyir və həmin məsuliyyətsizlik etdiyinə görə, tapşırıqları yerinə yetirmədiyinə görə ata-anası tərəfindən cəzalanır. Ona cəza olaraq deyir ki, həyətə getməyəcəksən, oturub bütün dərslərini yazacaqsan. Və bu davranışlarda da artıq müşahidə edən uşaq ki vardı öz qardaşını, o özlüyündə düşünəcək ki, mən məsuliyyətli olum, qardaşım məsuliyyətsizlik etdi və cəza aldı. Mən isə məsuliyyətli olum, həmin o cəzanı mən də almayım düşünəcək. Yəni özünə müsbət bir şey götürəcək oradan. Bu oldu bizim müşahidə əsaslı öyrənmə və yaxud da sinifdə olan, məsələn, müəllim tərəfindən hər hansı bir şagird danlanılır, ev tapşırıqlarını yerinə yetirməyib gəldiyi üçün bir neçə dəfə təkrar bu hallar müşahidə olunub və müəllim tərəfindən danlanılır. Sinifdəki o biri şagirdlər isə bu halı müşahidə eləyir və deyir ki, biz danlanmamaq üçün tapşırıqları məsuliyyətli şəkildə yerinə yetirməliyik. Yəni özünü müsbət bir şey götürür. Və yaxud da hər hansı bir sinif yoldaşı tapşırıqları yaxşı yazıb, səliqəli yazıb, hamısını səhvsiz yazıb, müəllim tərəfindən təriflənir. Və bu da özünə müsbət bir şey götürəcək ki, oradan, deməli, mən də məsuliyyətli olsam, gözəl şəkildə bütün tapşırıqları yerinə yetirsəm, müəllim məni də tərifləyər. Bu müşahidə əsaslı öyrənməyə aid. Bandura müşahidə əsaslı öyrənmənin xüsusiyyətlərini nümayiş etdirmək üçün bir dənə eksperiment aparmışdır. Uşaqlar üzərində bir təcrübə aparmışdır və bu təcrübə üçün müəyyən sayda uşaq seçir və o uşaqları 2 dənə qrupa bölmüşdür. Qruplardan biri bir otağa yerləşdirilir. Onlarla bərabər otaqda bir nəfər yetkin insan olur və bir neçə dənə oyuncaq, eləcə də bobodol oyuncağı yerləşdirilir. Yəni bobodol oyuncağın adıdır.
Digər qrupda uşaqlar da eyni qayda ilə, eyni şərtlər daxilində başqa bir otağa yerləşdirilir. Birinci otaqdakı yetkin insan Bobodol oyuncağına qarşı həm verbal şəkildə, yəni sözlü şəkildə, həm fiziki olaraq Bobodol oyuncağını vurur, təhqir edir, zorakılıq göstərir bir növ ona. İkinci otaqda olan insan isə Bobodolla sadəcə oynayır. O biri oyuncaqlarla da normal oyurdu. Bobodol oyuncağını görməzdən gəlir və bu müşahidə nəticəsində artıq o həmən Bobodol oyuncağına qarşı pis davranış göstərən otaqda olan uşaqlar da başlayırlar həmən oyuncağa aqressiv davranmağa, artıq oyuncağı vurmağa, təhqir etməyə, söyməyə, bax bu cür davranış göstərirlər. O biri normal şəkildə oynayan otaqda olan uşaqlar isə oyuncağa qarşı heç bir aqressiv münasibət göstərmir, oyuncaqla oynamağa başlayırlar. Və bu təcrübə nəticəsində göstərir ki, İnsanlar başqalarının davranışını müşahidə edərək yeni davranış formaları öyrənmiş olurlar. Yəni doğrudan da bu belədir. Müşahidə əsaslı öyrənmədir də. Yəni uşaqlar görür ki, yetkin şəxsdir, onlardan böyük insandır. Görür ki, o oyuncağa qarşı pis, aqressiv davranış nümayiş etdirir, onu vurur, döyür, söyür. Artıq həmən uşaqlar da müşahidə nəticəsində o insana baxaraq onun etdiyi hərəkətləri özünə götürmüş olur. Ona görə oyuncağa qarşı uşaqlar da o cür davranış sərgiləyəcəklər. Amma o biri otaqda olan uşaqlar görür ki, özlərindən böyük yetkin şəxsdir, müəllimdir, hər kimdirsə indi uşaq normal şəkildə oyuncaqlarla oynayır, o oyuncağa qarşı heç bir aqressiv münasibət göstərmir. Deməli, o uşaqlar da o insanı müşahidə edir, onun etdiyi hərəkətləri təkrar etmiş olurlar. Ona görə bu təcrübə göstərir ki, insanlar başqalarının davranışını müşahidə edərək yeni bir davranış formaları öyrənmiş olurlar. Baxın, elə burada da şəkil üzərində də göstərilib. Və Bandura müşahidə əsaslı öyrənmənin 3 dənə modelini müəyyənləşdirir. 3 dənə model hansılardır? Birincisi canlı modeldir. İkincisi simvolik modeldir. Üçüncüsü isə sözlü təlimat modeli. Baxın, canlı model deyəndə biz nə başa düşürük? Digər insanları canlı olaraq müşahidə edərək öyrənmək. Elə bayaqdan danışdığımız kimi, məsələn, evdə valideynlərinə baxaraq, uşaq onları müşahidə edərək, onların etdiyi hərəkətləri təkrar eləyirsə, bu artıq bir canlı modeldir. Yəni, evdə ata-anasına baxaraq o hərəkətləri təkrarlayır. Bayaq nümunə gətirdimizsə, ancaq anası, atası telefonla oynayırsa, uşaq da elə etmək istəyəcək. Və yaxud da atası siqaret çəkirsə, buna canlı olaraq bir nümunədir də, canlı modeldir atası ona. Uşaq da istəyəcək ki, siqaret çəksin. Və yaxud da bir müəllim uşaqları ancaq pis ifadələr işlədirsə, onları vurursa, döyürsə, söyürsə, uşaqlar da artıq həmən o müəllimə baxaraq ondan nümunə götürəcəklər. Öz aralarında başlayacaqlar dalaşmağa, nə bilim, təhqir etməyə bir-birlərini. Bir növ müəllim onlara canlı model olmuş olur. Yəni, ətrafda gördüyümüz insanlara baxaraq, canlı model olaraq, onlara baxaraq, onların hərəkətlərini təkrar ediriksə, müşahidə edərək, bu olur nə? Canlı model. İkincisi gəlir orada simvolik model. Simvolik modeldə də filmlər, televiziya, YouTube və s. müşahidə edərək öyrənmək. Yəni, bir növ sosial şəbəkələrdən izləyərək, oranı müşahidə edərək, oradan nəyisə özümüzə götürmək. Məsələn, hal-hazırda da görürsünüz ki, bəzi filmlərdə, seriallar verəndə 12 yaş üstü yazılır. Deməli, 12 yaş üstü yazılırsa, balaca uşaqlar üçün deyil. Orada baxıb pis nəsə oradan götürə bilərlər. Onlar üçün pis bir nümunə olar deyə. Ona görə 12 yaş üstü yazırlar. Hal-hazırda da görürsünüz ki, sosial şəbəkələrdir, filmlərdir, televiziyadır, YouTube-dadır. Yəni, çox, belə deyim ki, lazımsız hər şey verilir də artıq. İnsanlara, uşaqlara şuuraltı təsir olur. Ona görə həm televiziya olsun, həm film olsun, oradan yaxşı şeylərə baxıb, yaxşı şeyləri özümüzə nümunə götürməyi bacarmalıyıq. Bu olur nə? Simvolik model. Üçüncüsü də gəlir orada sözlü təlimat modeli. Artıq sözlü təlimat modelidirsə, burada sözlərlə düzgün şəkildə təlimat vermək. Tutalım ki, hər hansı bir uşaq ağlayaraq evə anasının yanına gəlib deyir ki, qonşunun uşağı mənə nə bilim pis sözlər dedi, məni vurdu. Anası artıq ona deyirsə ki, sən də get o formada elə. Mən məsələn balaca vaxtı bu cür eləyirdim, qonşunun uşaqlarını vururdum, döyürdüm, söyürdüm. Yəni bir növ sözlü şəkildə uşağa təlimat vermiş olur da. Bu da artıq düzgün, yəni anası o cür deyirsə, bu uşaq artıq anasından necə nümunə götürəcək? Ona görə düzgün şəkildə, sözlü şəkildə də təlimat verəndə biz düzgün sözlərdən istifadə edib təlimat verməliyik. Bir müəllim kimi uşaqlara bir-birinizlə qarşı davranışda
düzgün davranış qaydalarına nəzarət eləyin, mülayim olun, nə bilim bir-birinizə hörmətlə yanaşın, düzgün sözlərdən istifadə edin. Yəni bir növ yaxşı sözlərdən istifadə edərək düzgün şəkildə sözlü təlimat vermiş oluruq. Bu da oldu müşahidə əsaslı öyrənmənin 3 dənə modeli. Və Bandura'ya görə cəmiyyətdə insan davranışının müşahidəsi və modelləşdirmənin 4 dənə əsas şərti var. Baxın, burada 4 dənə əsas şərti göstərilib. Hansılardır bu 4 dənə əsas şərt? Diqqət, saxlama, reproduksiya, bir də motivasiya. Reproduksiya tətbiq etmək, icra etmək mənası deməkdir. İndi bunları bir-bir sizə başa salacağam. Birinci burada qeyd edək diqqət. Yəni bir şeyi insan öyrənmək istəyirsə, müşahidə edirsə ətraf aləmdə, kimisə müşahidə edək, nəyisə öyrənirsə, diqqətli olmaq lazımdır. Düzdür? Yəni bir şeyi, fikrini, diqqətini cəlb etməsə, o şeyi müşahidə etdiyi bir şeyi yadında saxlayarmı və yaxud da oradan nəyisə nümunə götürə bilərmi? Əlbəttə ki, yox. Ona görə ilk əvvəlinə diqqətimizi müşahidə zamanı diqqətimizi tam şəkildə diqqətli olaraq həmin o öyrəndiyimiz, müşahidə etdiyimiz şeyə fokuslanmağımız vacibdir. Diqqətinizi yayındıran hər amil müşahidə edərək öyrənmə prosesinə mənfi təsir göstərir və yaxud buna bu cür nümunə üzərindən də başa salım. Tutalım ki, mən kompüterdə slayd hazırlamağı öyrədirəm qardaşıma. Onu deyirəm ki, bu formada eləyirəm. Məsələn, kompüterdə göstərirəm ki, buradan bura girirsən, o cür eləyirsən, slayd yığmağı öyrədirəm. Artıq mənim qardaşımın diqqəti məndə deyilsə, o öyrənə bilərmi orada? Əlbəttə ki, yox. Ona görə diqqətini tam şəkildə yönəltməlidir ki, həmən prosesə öyrənə bilsin. İkincisi gəlir orada saxlama. Saxlama artıq yadda saxlamadır. Yəni müşahidə olunan davranışı yadda saxlamaq bacarığı öyrənmə prosesinin vacib hissəsidir. Bir var ki, diqqətli olduğu, diqqətini tam fokusladığı, öyrəndiyi bir şeyə, həmən o prosesi yadında saxlamasa, onu tətbiq edə bilərmi? Əlbəttə ki, yox. Bayaqki elə slayddan nümunə gətirək. Mən qardaşıma göstərirəm slayd yığmağı, o da baxır, deyirəm, diqqətini fokuslayıb mənə. Göstərən bu formada edir. Diqqətli olsa da, sadəcə o prosesləri, ardıcıllığı yadında saxlamır. Onu yadında saxlamasa, deməli onu tətbiq də edə bilməyəcək sonraki prosesdə. Ona görə də bir insan həm yadda saxlamaq prosesini, yəni diqqətli olub, diqqətini yönəltməlidir. Sonra isə onu, o prosesi, ardıcıllığı yadında saxlamalıdır. İnsanın özündən çox şey asılıdır. O yaddaş deyir ki, mənim yaddaşım zəifdir, yadımda qalmır. Doğrudan da inanın ki, insanın özündən asılı bir şeydir. İnsan istəsə o prosesi diqqətlə fikir verir və sonra da isə yadında onu saxlayır və tətbiq etməyi bacarır. Və burada da qeyd olunub ki, əgər şəxs müşahidə etdiyi davranışı yadda saxlamırsa, o zaman onu təkrarlamaq şansı da az olacaq. Yadda saxlama bir sıra amillərdən təsirlənə bilər, lakin davranışı sonradan istifadə etmək, ona uyğun hərəkətləri etmək bacarığı müşahidə yolu ilə öyrənmə üçün vacibdir. Sonra da gəlir tətbiq. Yəni reproduksiya mərhələsidir, bu da tətbiq adlanır. Davranış nümunəsinə diqqət yetirdi, gördüklərimizi qavrayıb yadda saxladı, həmən davranışı yerinə yetiririk. Artıq nə edirik? Tətbiq etmiş oluruq. Öyrənilmiş davranışın sonraki tətbiqi təkmilləşməyə və bacarıqların inkişafına səbəb olur. Deməli, bayaqki nümunə ilə davam eləyək. Qardaşımı mən slayd hazırlamağı öyrədirəm. Əvvəlcə diqqətini mənə fokusladı, mən dediyim prosesə diqqətini yönəltdi. Sonra isə saxladı, yadında saxladı o ardıcıllığı. Məsələn, buradan bura girirsən, bu sayta girirsən, nə bilim, ardıcıllıq da o ardıcıllığı yadında saxladı. Ardıcılığı yadında saxladıqdan sonra həmən prosesi nə etmiş olacaq? Artıq onu özü sərbəst şəkildə onu tətbiq etmiş olacaq. Bu da olur tətbiq etməyin mərhələsi. Sonra gəlir motivasiya. Yəni motivasiya nədir? Etdiyi bir işə görə onu motivasiyalandırmaq, mükafatlandırmaq. Tutalım ki, məsələn, slayd hazırlaya bildiyim üçün ata-anam məni təriflədi. Qardaşım da bunu görərək motivasiyalandı ki, deməli mən də indi bu işi bacarsam, mən də tutalım atam-anam tərifləmiş olacaq. Və burada da motivasiyanı yadda saxlayın ki, iki cür müşahidə oluna bilər motivasiya. Birinci odur ki, mən bir işi görmüşəm deyə tərif alıram
kimsə tərəfindən təriflənirəm. Yanımda olan insanda, başqa bir insanda istəyir ki, o da tərif alsın. Deyir ki, mən də bu işi görərəm, mən də tərif alaram, mükafatlanaram. Bir də var ki, mən yaxşı bir iş görməmişəm də, mən pis bir iş görmüşəm. Kimsə yanımda olan bir insan bu işi pis bir iş gördüyüm üçün məni danlayır və yanımdakı insan da artıq düzgün yerinə yetirsəm, kimsə məni danlamaz. Yəni oradan özü üçün bir nümunə götürmüş olur ki, mən pis bir hərəkət etmərəm də, yəni məni də kimsə danlamasın. Ona görə motivasiyada da, baxın burada da gücləndirmə və cəza motivasiyada mühüm rol oynayır. Elə bayaqki izah vermişdim, sizə gücləndirmə var idi, bir də cəza var idi. Və motivasiyada da yadda saxlayırsınız ki, iki cür olur. Gücləndirmə və cəza motivasiyada mühüm rol oynayır. Baxın, burada da bir nümunə üzərində başa salım. Məsələn, sinifdə şagird yoldaşının tapşırığını yerinə yetirdiyi üçün müəllim tərəfindən tərifləndiyini görən başqa bir şagirdi yoldaşı kimi tapşırığı məsuliyyətlə yerinə yetirməyə çalışacaq. Şagird sinif yoldaşının sinifdə qoyulan qaydaya əməl etmədiyinə görə cəzalandırıldığını müşahidə etsə, həmin qaydanı pozmamağa çalışacaq. Deməli, görürsünüz, bir var gücləndirmə, bir də var cəza motivasiyada. Əvvəlcə müşahidə etdi, müəllim sinif yoldaşını tapşırığı məsuliyyətlə yerinə yetirdiyinə görə təriflədi. Və bunu müşahidə etdi ki, mən də tapşırığı yaxşı yazsam, müəllim məni də tərifləyəcək. Yəni, özünə bir motivasiya alır oradan. Və yaxud da sinif yoldaşı sinifdə qoyulan qaydaya əməl etmədi və buna görə də cəza aldı. Və bunu da müşahidə edən digər şagird həmin qaydanı pozmamağa çalışacaq ki, çünki sonda məni də cəza gözləməsin. Yəni özünə motivasiya, yəni burada həm cəza kimi, həm də gücləndirmə, biz ikisini də bir motivasiya götürəcəyik. Yəni şagird özü üçün oradan bir motivasiya alır, düzgün bir yön almış olur da bir sözlə. Həm görür ki, yaxşı bir işə görə tərif alır yoldaşı, özü də yaxşı bir iş görmək istəyəcək ki, müəllim məni də tərifləsin. Tapşırığı yaxşı yazım ki, müəllim məni də tərifləsin. Amma tapşırığı yazmayan bir şagirdi sinif yoldaşının cəza aldığını görürsə, müəllim artıq ona 2 qat tapşırıq verib ki, 10 dənə testi yazmaq tapşırılmışdısa, o yazmadığı üçün onu məsələn 2 qat artırır, 20 dənə test tapşırığı yazacaqsan. Və bunu müşahidə eləyir şagird. Deyir ki, mən tapşırığı məsuliyyətlə yerinə yetirərəm, müəllim mənə cəza verməsin. Baxın, bu da olur motivasiya. Bu nəzəriyyəmiz oldu bizim sosial öyrənmə nəzəriyyəsi. Rahat nəzəriyyədir, çətin heç bir şey yoxdur. Yəni, bu nəzəriyyə vasitəsilə bir daha ümumiləşdirək fikrimizi. İnsan bir şeyi ancaq yeni bir biliyi, yeni bir bacarığı ancaq kitab vasitəsilə, kitabdan oxumaqla əldə etmir. Sosial mühit vasitəsilə, başqalarının hərəkətlərini müşahidə edərək insan öyrənib, yeni bacarıqlar, davranışlar əldə edir. Və Bandurada 3 dənə model müəyyənləşdirmişdi. Müşahidə əsaslı öyrənmənin canlı model idi, yəni digər insanları canlı olaraq müşahidə edərək öyrənmək. Simvolik model filmlərdir, televiziyadır, YouTube vasitəsilə müşahidə edərək öyrənmək. Bir də sözlü təlimat modeli, davranışla bağlı təlimat, sözlü şəkildə təlimat veririk, yəni. Bu olur təlimat, sözlü təlimat modeli. Və 4 dənə əsas şərt var idi. Hansılar idi? Diqqət idi, saxlama, reproduksiya, yəni tətbiq etmək, icra etmək. Bir də motivasiya. Bir şey öyrənmək üçün müşahidə zamanı diqqətli olmaq lazım idi, diqqətimizi tam fokuslamaq lazım idi. Sonra saxlamaq, yəni yadda saxlamaq. Hər hansı bir şeyi öyrəniriksə, o ardıcıllığı yadımızda saxlamalıydıq. Yadda saxlamalıyıq ki, o işi biz tətbiq eləyə bilək. Üçüncü də tətbiq idi. Yadda saxladıqdan sonra bir işi, həmin davranışı yerinə yetirərək biz tətbiq etmiş oluruq. Və motivasiya. Motivasiyada etdiyi bir işə görə mükafatlandırmaq, motivasiyalandırmaq iki cür olurdu, gücləndirmə və cəza formasında. Yəni ki, bir insanı tərif eləyirsə, yaxşı bir iş, hərəkət görərək təriflənirsə, deməli, mən də yaxşı iş görərəm, məni də tərifləsinlər formasında. Bir də ki, görür ki, kimsə pis bir hərəkət eləyib, cəza alıb sonda, artıq bu insan da onu müşahidə edərək həmən o hərəkəti təkrar etməməyə çalışacaq ki, mən bunu təkrar etməyim və yaxud mən bu hərəkəti ümumiyyətlə etməyim, çünki mən də cəza almayım. Baxın, bu da olur motivasiya. Mövzumuz bu qədər. Bəyənib rəy yazmağı unutmayaq. Sağ olun.